Avtomobilini sığortalayan adam niyə daha riskli sürür? Və yaxud da çox böyük banklar bəzən elə riskli yatırımlar eləyir ki, adam mat-məəttəl qalır. Səbəb nədir? Əvvəlki videomuzun davamı olaraq məlumat asimetriyasından qaynaqlanan moral hazard, yəni mənəvi təhlükə. Şəxs avtomobilini sığortalayandan sonra onsuz da sığorta şirkəti zərəri qarşılayacaq deyib daha riskli idarə eləməyə başlayır. İri banklar dövlət bizi onsuz da xilas eləyər deyib, yəni too big to fail deyib daha riskli yatırımlar eləyirlər, riskli müştərilərə kredit verirlər və yaxud da menecer bonusumu alım, sonra sağollaşaram deyib riskli qərarlar qəbul eləyirlər. Bəs bunun həlli yolu nədir? Təbii ki, tam aradan qaldırmaq heç bir zaman mümkün deyil. Sığorta şirkətləri avtomobil sahibini zərərə şərik eləyərək, zərərin bir hissəsini sən qarşıla, geri qalanını biz qarşılayaraq deyib, biraz qarşısını ala bilər və yaxud da dövlət əhəmiyyətli banklara sərt tələblər, məsələn, Bazel tələbləri qoyula bilər. Menecerə şirkətin səhmini verib, onunla marağını təmin eləmək bu riskli addımların qarşısını müəyyən qədər ala bilər. Və siz nə düşünürsünüz? Avtomobili sığortalayanda daha ehtiyatlı yoxsa daha riskli sürməyə başlayırsınız? Fikirlərinizi yazın, müzakirə edək.